Salam, düşünməyə qorxmayan insanlar. Bayaq yaşamaq konsepsiyası, yaşamaq planı haqqında danışdım. O mollanın lətifəsi olmasın. Molla ağıllı söhbətlər eləyirmiş mədəniyyətdən, etik davranışdan. Bir nəfər də görür ki, bunun mollanın danışdığı çobud nə varsa hələ buna aiddir. Deyir, nə ağıllı danışırsan. Bax, mən bu qaynar çayı belə içirəm, 1 qram da ağzım yanmır. Amma başqası içsə ağzı yanar. Elə ağıllı savadlısansa, de görək bu nədəndir. Molla da heç əhvalın pozmadan, söhbətin kəsmədən 1 dəqiqə haşiyə çıxır qırağa. Deyir ki, gönüvün qalınlığındandır. Gönü qalın da heyvan olur da adətən. Söhbətim onda deyil. Bunu o məqsəd üçün dedim ki, sadəcə o plan, konsepsiya, ağıllı danışmaq istəmirəm. Plan, konsepsiya nədir? Yəni, məsələn, Braziliya futbolu var, Alman futbolu var. Braziliya futbolistlərinə deyirlər ki, bunlar sehirbazdırlar, topu sehirləyirlər, onlar perfeksiyonistdirlər. Yəni ki, daha gözəl futbola, sehirbaz futbolu göstərməyə çalışırlar. Bir də var Alman futbolu, nəyin bahasına olursa olsun, qalib gəlmək. İndi mən heç biri arasında seçim eləmirəm, öz ixtiyarıma buraxıram. Ancaq onu deyə bilərəm ki, məsələn, perfeksiyonizm yaxşı bir şey deyil. Nəyəsə bir ideal görünüm, ideal çaşqam üçün hər şey qaydasında olsun. Biz insanıq, bu həyat da ideal həyat deyil. Və o perfeksiyonizm səbəbindən ideal olmağa çalışmadan çox insanlar məhv olub gedib və ələxsusda məşhur aktyorlar, məsələn, hansısa trükü həyata keçirmək istəyib, deyiblər ki, Sinyata, dubl hazırdır, vəsə. Deyib, yox, mən daha yaxşı oynaya bilərəm bu rolu, vertolyotdan daha inandırıcı tullana bilərəm, alovun içindən daha inandırıcı çıxa bilərəm və boynu sınıb ölüb. Yəni ki, perfeksiyonist gözəl eləməyə çalışsan, bunun çox yorucu olacaq, çox yorucu. Bütün spektri qəbul edirsən, hər şey istəyirsən ki, qarmonik olsun. Bir də var ki, Alman futbolu. Necəsə qalib gəlmək, şəxsi planda necəsə sağ qalmaq. Bu qədər. Sağ qalın, ancaq nəyin bahasına olursa olsun, yox.